Təbii ki, versinlər. ahirətə nağıl deyirsiniz. Boş söz deyirsiniz. Buna heç savad lazım lazım değil, iman lazımdır. Səndə iman olsa belə mühakiməyə qalmazsan. Mühakimə etmək, mühakimə olunma. Ürəyim, biz burada söz almırıq. Biz burada söz satırıq. Alıcısan, otur, dinlə. Alıcı değilsən, burada söz satmağa üstümüze gelme. Bir söz almırıq. Səni bura yönəldənə şükürlər olsun. Kur'an ne deyir? Allah devrə, zamana göre bu kitaplardan 4 kitaptır. Birini silək, Zəbur, incə sənətə məxsusdur, mahnılardır. Tevrat köhnə qanundur. Orada axmaq, geç sözləri çoxdur. Bir dənə sünnət, bir də orada bir-iki dənə əlamətlər var. İbrahimin, Saranın Kənanda bastırılması. Kənanda Gəncədə qədim Babil adı. Onu da qırağa qoyduq. Qaldı İncil, Kur'an. Kur'an nə deyir? Kur'an. Bu qurur, hələ qurmayıb. Kur'an qursaydı, yer üzərində sülh, əminamanlıq, ruzu, bərəkət, ayaq tutub yeriyərdi. Camaat acından ölür. Bunu mən devlət qınamıram. Bu Allah'ın hükmüdür. Bu dünya iman əhli üçün bir cəhənnəm, həbsxana, imansızlar üçün beyiş kimidir. Bu yazılıbsa yaşanmalıdır. Başa düşdünmü? Allah bu kitaplardan istədiyi hökmü dəyişər, istədiyini sabit saxlayar. Kur'an deyir. Sən Kur'an oxuyubsan, Kur'an əhlisən, diqqətlə dinlə. İstədiyini əlavə edər, istədiyini məhv edər. Bu devrin tələbinə və insanların ihtiyacına görədir. Sənin anlayışında olan kitap məhv edilir. Yeni kitap gəlir. Allah'ın bu işine şüphem var. Varsa özün bilərsən, mən çatdırdım. Səndə iman olsa mühakiməyə qalxmazsan. Məsləhətinə şükür. Səni bura yönəldənə şükürlər olsun. Səni bu əqidədə yaradan Allah'ın məsləhətinə şükürlər olsun. Səndə iman olsaydı belə müraciət edərdin, özündən burada çıxmazdın. Çıxdınsa deməli səndə iman ləkəlidir. İman budur. Var olasan, hörmətli olasan, biz burada söz almırıq ömrüm. Sözün başqa yerdesin.